gözəl gündə salamlayır. Hər birinizə xoş gəlmişsiniz deyir. Bugünün həyəcanını bizimlə paylaşdığınız üçün hər birinizə təşəkkür edirik. Tədbirimizə başlamadan öncə Azərbaycan Demokratik Respublikasının dövlət himni səslənsin. Buraxılışların məzun günüdür. Uşaqlığımızın ən çılğın, ən qayğısız vaxtları məhz elə məktəb illərində olur. Hər dəfə məktəbdən söz düşəndə və yaxud məktəbli görəndə ürəyimiz sızlayır, qəlbimizin dərinliklərində kaş o günlərə dönə biləydim arzusu keçir. Mən bu əziz gün münasibəti ilə bütün məzunları ürəkdən təbrik edir. Arzu edirəm ki, tələbə adını qazanıb, öz əməlləri ilə vətənimizin adını həmişə zirvələrə uzatsınlar. İndi isə sizin alqışlarınızla məzunları və birinciləri səhnəyə dəvət edir. Geyimimiz, hüququmuz biridir, şagirdidir hamımızın adıda. Elə bil ki boyumuzda eynidir, aman Allah nə xoşbəxtlik biz onda. Bir müəllim töhmətiydi dərdimiz, bir töhmətdən için yanırdı. Hələ onda bilmirdik ki bunu biz bir gün necə həsrət ilə anarıq. Dünya hələ bizim üçün nağıldı, min arzuna alışırdıq, yanırdıq. Özümüzü biz hamıdan ağıl, özümüzü nə bəxtəvər sanırdıq. İfa edilmək məktəbimizin ansamblı Çağırgah rəngli. Ansamblın bədii rəhbəri Pəhlivan Quliyev. Vətənimdir, tarda ifa edir, məktəbin ikinci şagirdi Allahverdiyev Əli, konsermestr Əsmər Cəmilzadə, Nihat Məmmədov, Rafiq Məmmədov. Qarmonda ifa edir məktəbin birinci sinif şagirdi Abuşova Xədicə, müşahidçi və müəllim Hüseyin Həsənov.
adından ibarət. Müəllim Xəyyam Cavadov. Kompozisiya tarda ifa edir. 3-cü sinif şagirdi Feyziyev Müzəffər. Müəllim Rafiq Məmmədov. Müşahidə edir Nihat Məmmədov. Azərbaycan ritmləri ifa edir Nihat Ritm qrupu. Kamançada ifa edir 1-ci sinif şagirdi Həşimli Adiləm. Müəllim Efsanə İmanova. Konservester Əsmər Cəmizad. Məktəbin 3-cü sinif şagirdi Balakişizadə Alisa. Müəllim Əsmər Cəmizadə. İfa edir məktəbimizin müəllimləri tarda Rafiq Məmmədov, qarmonlarda Hüseyin Həsənov, Pəhlivan Quliyev. Abbaslı Azay, müəllim Asif Fərzəliyev. Qızıl deyil, ömrümü verdim sənə. Təmiz ülvi, sevgimi verdim sənə. Bir ömür yar olasan sən mənə. Bax bu üzük sənə əmanətimdir. Sənin saf eşqinə sədaqətimdir. Həyatda sona tək dəyanətimdir. Bir ömür yar olasan sən mənə. Ədalətin plan ulduzu ülkərim. Səhərlər günəşi, gecə
gecələr ayı. Bir ömrü bir rənglə yaşayan, bir ömürlük yar olasan sən mənə. Sizin alqışlarınızla sizi sevmək şairi, çox müəllim, çox hörmətli Ədalət Sərkarovu səhnəyə dəvət edirəm. Son illərdə mən musiqi kollektivi ilə tanış olmuşam, hamısı ilə ünsiyyətdə olmuşam. Hörmətli direktorumuzun şəxsində bu kollektiv Qarabağ məktəbinin ənənəsini həqiqətən də layiqincə davam edir. Mən şəxsən öz adımdan və buradakı valideynlər adından onlara təşəkkür edib, minnətlərimi bildirirəm. Gəlin alqışlarınızla onları daha... Səyid Rüstəmov, oxutar, tarda ifa edir, 3-cü sinif şagirdi, Ramiz Allahverdi, müəllim Rafiq Məmmədov. Sözləri dəyərli şairimiz Ədalət Sərkarovun, musiqisi bizim məktəbə getirməsi olan, həm Rafiq müəllim şagirdi, həm də övladı olan, gənc bəstəkarımız Sədi Məmmədzadən olan Qaçaq Süleyman ifa edir, 3-cü sinif şagirdi İbişov Ələskər, müəllim Ceyhun Fortepianoda ifa edir, 6-cı sinif şagirdi Fatimə Həsənova, müəllim Xəyyam Cavadov. Laylay, ifa edir məktəbimizin müəllimi Fərid İskəndərov. Məktəbin 2-ci sinif şagirdi Rauf Mehdizadə, müəllim Rafiq Məmmədov, konsermester Xəyyam Cavadov. Heyrata ritmik qrupu, ifa edir qarmonlardan ibarət qrup, müəllim Hüseyin Həsənov. Thank you.
ifa edir məktəbin 5-ci sinif şagirdi Yağmur Hüseynova, müəllim Əsfər Cəmilzadə. Qarmonda ifa edir 1-ci sinif şagirdi Əmrahova Fatimə, müəllim Sahibə Fərzəliyeva, konservester Əsmər Cəmilzadə. Oxut Quram Əlçəkin, qarmonda ifa edir 1-ci sinif şagirdi Ayxan Yaqubov, müəllim Hüseyin Həsənov, konservester Xəyyam Cavadov. Arazbarı Zərb muğamı ifa edir məktəbin 3-cü sinif şagirdi İbişov Ələskər, müəllim Ceyhun Quliyev. İndi isə istərdim ki, tədris ili ərzində yüksək nəticə nailiyyətlər göstərmiş müəllim və şagirdlərimizin mükafatlandırma mərasimi başlasın. Mükafatı təqdim etmək üçün istərdim hamımızın sevgisi, çox sevdiyimiz Azər Cavadov və Qarabağ Regional İdarəsinin Füzuli rayonunca nümayəndəsi Elşad Cəfərovu səhnəyə dəvət etmək.
yavaş-yavaş çalıştırarak kimsələr öyrəşdirlər. Ötəsindən gəldilər, gəlin uşaqlar hamısını təbrik edək. Gələcəkdə tədris illərində bura razı ilə, amma məktəbi bitirəndən sonra məktəblə, müəllimlə həmişə daim əlində saxlasınlar. Yəni, bizim yetişdiyimiz şagirdlər bizlə daimə bərabər olsunlar. Hörmətli müəllimlər, dəyərli valideynlər, əziz uşaqlar, xoş gördük hamınızı. Mən də çox danışıq vaxtınızı almayacaq. Bir məlumat deyim ki, bu il məktəbin 42-ci il məzunları, düzdür, 42 ildir bu məktəb fəaliyyət göstərir və ilk direktor Azər müəllim olub, indi Xəyyam müəllimdir. Mən xahiş edirəm Xəyyam müəllim də gəlsin. Mən özüm də bu məktəbin şagirdi olmuşam, sonra müəllim kimi çalışmışam bu məktəbdə və bugün də bu mövqedəyik. Və biz təbii ki, dünyanın gedəsi deyilik, həyat davam edir və gələcəkdə inşallah ki, bu şagirdlərin içərisindən bu vəzifələri tutub, yəni bu yerlərdə olan şagirdlərimiz olacaq ki, onlar özlərini burada görmürlər, heç təsəvvür edəmirlər, ağıllarına gəlmir, necə ki, 20 il bundan qabaq mən heç bu şeyi düşünmürdüm. Onun mən valideynlərdən xahişim odur ki, çalışın uşaqlar musiqi məktəbinə gəlsinlər, həm pis vərdişlərdən yayılır, həm də uşaqlar istər-istəməz dünya görüşləri də artır. Bir daha hamınızı təbrik edirəm, uğurlar arzu edirəm hamınızı. Çox sağ olun, Rəşad müəllim, Azər müəllim, hörmətli valideynlər, müəllimlər, kimin bu tədbirdə əziyyət olubsa, çox sağ olsun, yəni gəldiyiniz üçün, bizi burada tək qoymadığınız üçün çox sağ olun. Öncə mən məzunları təbrik edirəm. Daha sonra qeyd etmək istəyirəm ki, mən özüm burada şagird olmuşum zamanında. Əgər bu məkanda, bu konsert bu cür səviyyədə keçirsə, biz ilk öncə bu məktəbi qrup yaratmış Azər müəllimlərinə təşəkkür edirik. Var olsun hər zaman bizim əbədi əzəli direktorumuz hal-hazırda işləməsə də, hər zaman bizim ürəyimizdə böyük yeriniz var Azər müəllim. Və ikinci onu qeyd etmək istəyirəm. Göstərmişəm, özümdə müəllimə. Mənim burada ilk müəllimim əyləşir. İstəyərdi İlhama müəllimi xüsusi alqışlayasın. İranda ki, belə tənsib keçdiyi olsa, da mənim də ilk müəllim Şakir müəllim burada. Hörmətli tədbir iştirakçıları, hamıza ürəkdən salamlayıram. Və bugün musiqi bayramıdır. Bir qədər istirahət elədiniz. Mən 30 ilə yaxın Orada uşaq musiqi məktəbində xanəndəlik əsasında dərs tədris eləmişəm. Həmişə bu məktəb belə qaynayıb. Müəllimlər hamısına mən minnətdarlığımı bildirirəm. Çünki onların əlində bugün məhsul çıxıb, diqqətlə izlədim, çox ləzzət elədim mən. Hörmətli valideynlər, uşaqlarınızı musiqiyə cəlb edin. Yaşasın Azərbaycan, yaşasın sizlər. Salam hörmətli tədbir iştirakçıları. Və burada məzunlar var, məzunlara da yeni həyat səhifəsində uğurlar arzu edirəm. Çox sağ olun. Əziz izləyicilər, hal-hazırda mənim yanımda Füzuli rayonumuzun nümayəndə Rəşad Cəfərov. İstərdim Rəşad müəllimin tədbirimiz haqqında ürək sözləri, məzunlara arzularını işləyib. Düşünürəm ki, mən də məzun olduğum bu məktəb yekun konsertində iştirak elədik və hər şey çox möhtəşəm idi. Mən Xəyyam müəllim başda olmalı kollektivə təşəkkür edirəm, müəllimlərə təşəkkür edirəm. Şagirdlər sağ olsunlar və inşallah ki, xoşbəxt gələcəkləri var. Biz də əlimizdən gələni dəstəkləyəcəyik. Sağ olun, var olun, təşəkkür edirəm. Hal-hazırda mənim yanımda bizim hamımızın çox sevimli, dəyərlimiz Azər Canovdur var. İstərdim Azər müəllim də bu musiqi tədbiri haqqında ürək sözlərini, məzunlara arzusun öz dilindən eşidək. Buyurun Azər müəllim. Çox sağ olun. Yəni bu günləri mənim üçün çox xoş oldu. Yəni yekun hesabat konsertinə çıxış eləmək, iştirak eləmək. Yəni məktəbin ənənələri davam edir. Yəni uzun illər bu məktəbdə bax bu cürə yekun konsertləri, hesabat konsertləri olubdur. İndi hal-hazırda həmin ənənə davam edir. Bu günləri çox keyifli bir gün yaşadıq ki, uşaqların həm musiqilərini dinlədik, həm onların səhnə mədəniyyətlərini gördük, həm onların ifalarına baxdıq. Yəni çox sevindiricidir. Mən
fəxr edirəm ki, məktəb ənənələrini yaşayır. Məktəb yaşayırsa, mən də yaşayıram. Deməli, bu mənim üçün çox dəyərlidir. Məktəbin həmişə kollektivlə ünsiyyətdə oluram, həmişə kollektivlə maraqlanıram, sosial şəbəkələrdə baxıram, yəni müəllimlərin fəaliyyətinə. Mənim üçün çox xoşdur, çox əzizdir ki, bu kollektivlə mən yenə bir yerdəyəm. İkincisi də məktəb il bitirən şagirdlərimiz var ki, məsələn, buraxılış sinif şagirdlərdir. Onlar da bu yaxınlarda imtahanlar verməlidirlər. Test imtahanları olmalıdır, ondan sonra ixtisas imtahanları olmalıdır. Onlar da uğurlar arzu edirəm ki, müvəffəqiyyətlə imtahanlarını versinlər, məktəb bitirsinlər, musiqi texnikumlarına getsinlər, arzumuz budur. Universitetlərə daxil olsunlar, məktəbimizdə gəlsinlər, yenə dayaq olsunlar. Yəni, biz bunu arzulayırıq. Bizim məqsədimiz, məramımız budur ki, biz uşaqları yetişdirək, gələcəkdə yəni bir yeni nəsil, musiqi nəsli yaradaq. Gələcəkdə gəlsin işləsinlər. Onları arzulayıram, doğrular. Məktəbin müəllimlərinə də həmçinin arzulayıram ki, çox bu tədbiri hazırlamaq çox əziyyətli bir işdir. Yəni bunun ötəsindən çox layığımıza gəlirlər. Zəhmət olanlar hamısına dərin təşəkkür bildirirəm. Çox sağ olun. Hal-hazırda Horadiz şəhər Uşaq Musiqi Məktəbinin direktoru mənim yanımdadır. Hörmətli Xəyyam Cavodov. İstərdim Xəyyam müəllimin tədbirlə bağlı təəssüratları, məzunlara öz ürək sözlərini eşidək. Buyurun Xəyyam müəllim. Mən də öz növbəmdə məzunlara uğurlar arzulayıram. Sizlərə təşəkkür edirəm ki, bugünkü tədbirin yaxşı nəticələnməsində sizlərin rolu çox böyükdür. İnşallah ki, uğurlarımız daimi bol olar. İndi isə məktəbimizin çox sevilən qarmon müəllimi Pəhlivan Quliyev, həmçində mənim əmim, dəyərli əmim mənim yanımdadır. İstərdim Pəhlivan müəllimin ürək sözlərini, konsert barədə təəssüratlarını və məzunlara ürək sözlərini eşidək. Buyurun Pəhlivan. Deməyə söz çoxdur. Biz bacardığımızı eləmişik. Əlimizdən gələni şagirdləri öz balalarımız bilib, onlara biliklərimizi ötürmüşük. Bacardığımız qədər. Allah xoşlar olsun. İndi bugünkü konsertdə də iştirak edən o valideynlər, indi özümüz, öz balalarımızın öz qiymətin, müəllimin çəkdiyi əziyyətləri özümüz qiymətləndirir. İndi xoşumuz gəldi, yoxsa gəlmədi. Əziz izləyicilər, hal-hazırda mənim yanımda bizim qarmon müəllimimiz, çox sevilən Sabir Fərzəliyeva var. İstərdim Sabir müəllimin də tədbir haqqında ürək sözləri, məzunlara öz arzularını eşidək. Buyurun Sabir müəllim. Çox sağ olun, təşəkkür edirəm hər birinizə. Mən də bugünkü tədbirimizdə əməyi olan, əziyyəti olan bütün müəllimlərə təşəkkürümü bildirirəm. Məzunlara gələcək həyatlarında uğurlar arzulayıram. Çox sağ olun. Mənim çox sevdiyim, dərin hörmət bəslədiyim, məktəbdə hər zaman mənə böyük diqqət göstərən sevimli fortepiano müəllimimiz Sevinç Quliyeva hal-hazırda mənlədir. İstərdim Sevinç müəllimin tədbir haqqında ürək sözləri və məzunlara arzularını eşidək. Buyurun Sevinç müəllim. Çox sağ olasın. Mən də məzunlarımızı ürəkdən təbrik edirəm. Onlara yeni həyatlarında uğur arzulayıram. Tədbirdə əməyə keçən bütün müəllim və şagirdlərə öz təşəkkürümü bildirirəm. Tədbirimiz çox da gözəl keçdi. Çox sağ olun. Təşəkkürlər. Çox sağ olun.